O zaman gözler neden gelir isteyinle ters? Uzağıq üç küçə ama yaxın cəmi bir nəfəs. Nə gərəkdi bir dənəm, bu inad bu bəsə bəs. Elə bil qəsdən kimsə günahkar, səbəbi sənsən xasiyyət inatkar. Nəyə toxundusa edir çat paçat, bu bir oyundusa kimdi şah və mat? Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəli nağıl? Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəli nağıl? Gecəni çatdım səhərə, daha çətin ki düzələr. Gəmilər çıxdı Xəzərə, vurdu üstümə ləpələr. Elə bil qəsdən kimsə günahkar, səbəbi sənsən xasiyyət inatkar. Nəyə toxundusa edir çat paçat, bu bir oyundusa kimdi şah və mat? Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəli nağıl? Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəli nağıl? Al final ella me matará, baila y mis ojos brillan más. Me destroza y causa dolor, será el fin de este amor. Al final ella me matará, baila y mis ojos brillan más. Me destroza y causa dolor, será el fin de este amor. Hasta vamos chiquillos. Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəli nağıl? Öldürər məni əvvəl axır, nəyə toxundusa edir çat paçat, bu bir oyundusa kimdi şah və mat? Bravo, bravo, bravo. Çok teşekkürler. Salam. Sabahınız xeyir olsun. Xeyir, gününüz uğurlu olsun. Öz məxsusi sənəti ilə, tərzi ilə, gündəmdən düşməməkləri ilə hər zaman hər birimizin dəyərlisi, sevimlisi, doğması olan və hər birimizin heyranlıqla izlədiyi, dinlədiyi sənətçi dostumuz, sevilən ifaçı Elvin Babazaydı. Xoş gəldiniz. Bugün mənim ad günümdür, ad günümdür. Elimizdə gözəl gündür, gözəl gündür. Bugün MTV-də Və gözəl mənim doğum gündən günümdə başladı. əvvəla qonaqları ürəkdən salamlayıram. Gözəl xanımlardır bugün bizimlə bərabər. Onlardan biri mənim evimin içidir, bilirsiniz. Bilirəm, Həm bilirəm. çox yaxınım. Həm məni belə deyim, sizə o sevdiyiniz simanı daha da gözəlləşdirən bizim kosmetoloqumuz. Günümüz çiçəyimiz. Həm də mənim ablam da, Gülnar. Bəli, bəli, bəli. Elvin bəy Sizə salamlayıram xanım, xoş bütün gəldiniz. mövzuları qabaqladı. Elvin bütün mövzuları qabaqladı. Həm doğum günü olmasını, həm qonaqlarımızın kimliyini, dəyərli izləyicilərimiz və bütün MTV Azərbaycanın doğma izləyiciləri qeyd eləmək istəyirəm ki, əlhəssizdə Elvinin böyük bir fanat ordusu. Qeyd eləmək istəyirəm ki, bilənlər bilir. Bilməyənlər üçün biz xatırlatma eləyək, bilənlər üçün təkrar xatırlatma eləyək ki, dünən 16 iyun tarixində bizim dəyərlimiz Elvin Babazadənin tam olaraq 33 yaş tamam olurdu ki, biz bugün dostlarımla birlikdə bugün, yəni 17 iyun tarixində bugünü qeyd eləyəcəyik. Axşam inşallah oradayıq. Bugün efirdəyik. Təkrar xoş gəlmişsiniz. Bugün sizi həm şəxs olaraq, sənətdən də əlavə. Axşam oradayıq dediniz. Sözünüzü ağzınızdan, dilinizdən aldım. Bu arada səhiyyədən O mükafatlarınızı verib sizi gözləyəcəm orada. Yaxşı. Gecə zarafatsız gələ bilərəm. Hər an gülüm gedərik. Sevə-sevə danışacağıq. O axşamdan gələcək. Ona demişəm artıq. Aha, Gülnar mənə yer saxlayacaq yanında. Mən də sevə-sevə gəlib orada əyləşəcəm, istirahət eləyəcəm. Axşam inşallah Elvin Babazadənin doğum günündəyik. Nəinki ki biz bütün komandamızla, bütün sənət camiəsi, bütün televiziyadakilər hamısı Elvinin yanında olacaq. Çünki hər birimizin sevgisini qazanıb bu insan illər
ilə hər birimizin doğması, əzizi, dəyərlisi olub və qeyd eləmək istəyirəm ki, artıq günlərdən anonslardan gördüyünüz kimi Elvin Babazadənin doğum gününü qeyd eləyəcəyik bugün efirimizdə və sözsüz ki, efirimizin özəl bir qonaqları var ki, elə Elvinin də bayaq təqdim etdiyi kimi mənim simamın təməlini qoyan dəyərli dostumuz, dəyərli kosmetoloqumuz, həkim estetimiz Gülnar xanım Zeynallı, xoş gəlmişsiniz. Təşəkkür Sabahınız edirəm. xeyir, Salamlayıram gününüz hər uğurlu birinizi. olsun. Əzizim Elvinin doğum günü partisi var dedilər, doğum günü çəkilişi var dedilər, gəldik, nə gözəl. Bəli, bəli, bəli. Siz bilirsiniz, Gülnar mənə görə xarici səfərini ləğv edib doğum günümə gəlmək istəyən insandır. Yəni 2 il öncəki doğum günümdən söhbət gedir. Ona da gəlməmişdin, hə? Da gördüm mənim Buyurun, doğum günlərimə buyurun, gəlmir, buyurun. axırda doğum günümdə özüm gəldim o işinə. Axşam oradayam, bax söz verdim. Təsəvvür et ki, saat 10-da Kabablarımızı verək, Allah qəbul eləyək, sonra gələk. mən doğum günümü bilmir insan və ayın neçəsi uçmalıydın Türkiyə? Əslində uçmalıydım ayın 14-ü. 14-ü Türkiyəyə uçmalıdır. Və elə bilib ki, mənim ad günüm 15-idir. Götürüb bileti dəyişib elib iyunun 16-sı axşama. Tam mənim doğum günüm başlayan 18:00-da vaxtda. mən uçuram, 18:00-da doğum Ad günü. günü. Belə Və bunu baxdı, mənə görə edir ha ki, mən onun ad günündə olum. Belə Hər kəsə biletə belə baxdı, dostluq bilmədi, münasibəti- əsəbləşsin, bilmədi, gülsün. Hər kəsə belə dostluq münasibəti qismət olmur ha, deyim sizə. Allah sizə həmişə mehriban eləsin. Çox sağ Mənim olun. üçün çox xoşdur həqiqətən ki, siz orada məni belə israrla görməksiniz. Mən də böyük təşəbbüslə, böyük zövqlə, böyük israrla tədbiri qoyacağam bir tərəfə. Gələcəm ora, söz verirəm. İnşallah. Gecə də olsa, oraları yığışdırmaq da olsa gələcəm, yanınıza çatdıracağam İnşallah. özümü Sevə-sevə sevə-sevə. gözləyəcəyik sizi. Və qeyd edirəm ki, dəyərli izləyəcəyimiz qonaqlarımızdan bir dəyərli dostumuz da var ki, qeyd etdiyimiz kimi Bakı şəhər 9 saylı media təşkilatının mediatoru dəyərli Türkər xanım Əliyeva. Xoş gəlmisiniz. Xoş gördük. Sabahınız xeyir. Təşəkkür edirəm. Gününüz uğurlu olsun. Amin. Təbrik edirəm sizi də. Siz Azərbaycan üçün həqiqətən də yenilik gətirmisiniz. Çox sağ olun. Öz tərzinizlə, öz ifanızla, yəni ailəlikcə biz də sizi çox sevirik. Həqiqətən də Təşəkkür çox edirəm. gözəl musiqiləriniz var. Çox Ay, sağ nə olun. gözəl, nə gözəl, nə gözəl parlaq qonaqlarım var. Nə gözəl bu gün belə auralı qonaqlarımız var. Bəli, bugün gözəl avralı çünki sizə özəldir. Hələ bizim daha neçə sürprizimiz olacaq. Bəli. Sürpriziniz olsa amma qonaqlarınız olmasın, ikimiz bəsik. Yox, qonaq olmuyor. Qonaq olmayacaq, qonaq özümüz bəsil. Belə ən seçmələr, ən gözəllər gəlib studiyamızın özəl qonağıdır. Bugün MTV-dən başqa hansı başqa televiziyada olacaqsınız, yoxsa axşama hazırlaşacaqsınız? Yəni televiziya olaraq yalnız bizdə mi olacaq doğum gününüz? Suallarımı o istiqamətdə ünvanlayım. İlk sizdəyik. Elə bil burada bu gözəl abu-havanı yığaraq, o enerjini toplayaraq Axşama hazırlaşacağıq. axşama hazırlaşırıq. Ümumiyyətlə doğum gününüzü efirdə qeyd eləmək necə hissdir? Çox gözəl. Çox sevirəm. Hətta mən keçən il doğum günümü ümumiyyətlə qeyd etmədim. Qeyd etmədim deyə mənim bütün bizim komandamız, yaxınlarımız sürpriz etdilər mənə. Günlər də oradaydı. Orada Amma mənim maqam xəbərim yeri yox. qeyd edin. Xəbər- Çox böyük biz təşkilatçılıq eləmişdik. Özünün Aha. xəbəri yox Mənim idi. Özü xəbərim canlı yox. efirdə idi. Tural burdadır. Turalla əlaqədə idik biz. Tural efirdən götürüb birbaşa ora gətirmişdi. Heç xəbəri yox idi. Biz tam komanda, ekip Keçən il yığılmışdıq. necə eləmək Mənim istəməlisiniz üçün doğum günü? Çox çünki ki- möhtəşəm elədik əslində, amma biraz belə yaxın dostlar, hə, yığacam. dairədə. Keçən il nə üçün? Çünki 32 yaşım tamam oldu. Mən biraz rəqəmlərə inanan insanam. Hər il doğum günü keçirtməyi özüm üçün doğru bilmirəm. 30 yaşımı qeyd etməmişdim. Onun üçün bizdə biri mahnısı çıxmışdı. Yadınızdadırmı? Bəli, bəli. 31 yaşımı 30 və 1-i, Biri. 30 plus 1 kimi qeyd etmişdi. İndi isə mənim cənnətdəki yaş deyirik də dində. Maşallah, 33 yaş çox gözəl. çox simvolik və Sizə gözəllik gətirir. önəmli yaşdır. Təşəkkür Müdriklik edirəm. yaşı deyirlər 33 yaşı. Müdriklük yaşı elə bilin ki, həyatın ikinci yarısına qədəm qoyuruq da 33 yaşda. Bunu çox möhtəşəm şəkildə qeyd etmək istədim. İnşallah. İnşallah ki, bu gün də elə olacaq. Keçən il isə verilişdə qeyd etdik qonşu kanalların birində və mən xəbərim yoxdur ki, sən demə mənim üçün sürpriz hazırlanır. Aha. Canlı Mənə efirdə. Tural mənim menecerim qayıtdı dedi ki, bəs bizim çıxışımız var. Buradan çıxıb çıxışa gedəcəyik və mənim qohumlarımdan biri də heç gözləmədiyim ki, o mənə yəni yalan deyər də. Dedi ki, doğrudan da çıxışım var bizim bağda. Mən də hazırlaşdım, Heç geyindim. birimiz də təbrik eləmədik bu Heç kim arada də məni həmin təbrik gün. eləmədi bu arada. Hamıya əsəbləşmişəm, maşında gedirəm, dava edirəm, ona bax, Niyə o mən məni yadlarına təbrik eləmədi. düşmədim kimisindən, hə? Sən Çünki demə, onlar ondan da- öncəkini soruşduq, dedi ki, yox qeyd eləmirəm. Qeyd eləmirəm dedi. Yəni biz də özümüzə elə göstərdik ki, sən qeyd eləmirsən, biz də öz proqramımızı qururuq da, sən qeyd eləmirsən və Ay, sağ ol. heç kim təbrik eləmir, amma əslində hamı ordadır və bu bizim arxamızca o ki var danışıb. O
12 var nədir? Əkizlər bürcü olduğu demədən keçsərə. Rəqəmlərə inanırsınız, bəs bürcün xarakterinə, təsirinə inanırsınız? Bəli, çox inanıram. Yəni bürcünüzün xarakterlərini daşıyırsınız. Mənim yüksələnim xərçəngdir. Özüm əkizlər olsam da, mən onların arasında qalmış bir insanam. Əkizlər olaraq qərarsızlığım bəzən olur. Ondan sonra tez alışıb tez sönməyim var, əkizlər bürcü olaraq. Amma mənim dərinliyim, düşüncəmin dərinliyi məndə digər bürcdən, o yüksələn Xərçəng bürcdən, bəli, oradan gəlir. İşimin məsuliyyəti, istedad da əkizlərdən də əslində, çünki ən istedadlı bürclərdən biri də əkizlər. Əlbəttə. Yəni ikisinin arasındayam. Nə? Məncə sizdə əkizlər bürcüdə olmasaydı, siz istedadlı dünyaya gəlmirsiniz, istedadlısınız və bu sizdə fitri istedaddır. Tam səmiyyətimlə deyirəm, səs də. Elvinin mən uşaq vaxtının videolarını keçən dəfə sosial şəbəkədə paylaşdı. Adamın bəlkə də 3-4 yaşı var, 4-5 yaşı var. Bir belə səhnədə belə hərəkətlər edir. Həqiqətən də mən belə mat-məəttəl qaldım ki, ona görə radioda dinləyəndə də fərqli səsdir. Eynən. Saniyədə bilinir ki, hə, Elvin Babazadədir bu. Bəzən ayıra bilmirsən səsləri. Uşaq idim, bütün uşaqlardan bizim devirdə xüsusən soruşurlar axı böyüyəndə kim olacaqsan? Və düyünlərin birində də Allahverdi Yolçiyev bizim gözəl aparıcımız, aktyorumuz həm də bəli. Toyların birində aparıcı idi və dəvət etdi bütün uşaqları. Hər kəsdən soruşdu ki, salam, adın nədir? Kimsə də cavab verir də, bu filan kəs. Böyüyəndə kim olacaqsan? Biri deyir həkim, biri deyir kosmonavt, biri deyir müəllim. Mikrofonu mənə uzadırlar. Adın nədir? Elvin. Böyüyəndə kim olacaqsan? Belə baxdım, dedim Elvin. Və mənim cəmi 4 yaşım var idi. Yəni ki, adını nə deməkdir o? Elvin deyib. Gəldim, oturdum. Sən adını brendləşdirməyi demək istəmirsən. Əslində özün də bilmədən adının möhrünü elə 4 yaşından qorumusan. Anamla atam qayıdıb deyir ki, bu nədir? Bütün uşaqlar ağıllı cavab verdi. Kosmonavt, ay nə bilim müəllim. Elvin nədir? Bir dənə bir şey düşünə bilmədin ki, deyəsən. Mən artıq o vaxtdan bilirdim ki, mən ifadə oxuyacam. Dedim, mən Elvin olacam. Və günlər, illər, aylar keçdi. Hətta sən ad günü videosu var bir dənə, çox balacadır, bilməm 1 yaşlızadə olar. Mamasının qucağında o qədər ritmə uyğun oynayır və danışa da bilmir, ağzınla ritmlə nəsə deməyə çalışır. Oradan bilinir ki, artıq bunda nəsə var. Evdə izləyirlər də, evdəkilər. Onlar, məsəl üçün, mənim ilk anam kəşf edib mənim musiqiyə sevgimi. Neçə aylığında? 2 aylığımda. Deyirəm də, neçə aylığında. Deyir, musiqini o vaxt köhnə maqnitofonlar, musiqini qoşurduq, başlayırdı belə-belə rəqs etməyə. Musiqini saxlayırdıq, başlayırdı ağlamağa. Yəni, o dərəcədə musiqi ilə başlayıb. Neçə uşaqsınız evdə? Tək. Hal-hazırda 2 uşağıq. Mənəm, bir də Kasper, mənim pişiyim. Aydındır. Kasper ritmə uyğun hərəkətlər eləyir. Ümumiyyətlə, Elvin, səncə bugünkü Elvin Babazadəni hansı bir hadisə formalaşdırıb? Konkret bir hadisə, sənə görə ən vacib bir hadisə. Yəni, o həyatının dönüş nöqtəsi mi deyim, təsirli hadisə mi deyim, tramplin mi deyim? Mənim 11-12 yaşım olanda, haradasa o dönəm idi, səhv etmirəmsə. Ümumiyyətlə, ondan əvvəl də, ondan sonra da bütün konsertləri mən bizim qohumlarımıza, qonşularımıza verirdim. Əlimdə pultla, o mənim mikrofonum idi. Çıxırdım, oxuyurdum və bir dəfə onu edəndə bir qohumlarımız, bir yaxınlarımızın yanında biri qışqırdı ki, bəsdir də, səsin başıma düşdü. Mən də qayıtdım, dedim ki, bəs vaxt gələcək, mənim konsertlərim olacaq və siz ora bilet tapmayacaqsınız heç gəlməyə. O da mən qayıtdı, həyatı boyu olmayacaq o. Bu gedişlə olmayacaq. Bu xasiyyətinlə, nə bilim bu şeylərin o mənə çox pis təsir eləmişdi. O sənə talçaq verdi əslində. Dəstək verir, daha da çox dəstək. Bugün həmən o, bəlkə də özünün də yadında deyil. O insanlar bugünkü gündə sən konsertə gəlmək istəyirlər. Bəli, istəyirlər. Azərbaycanda deyirlər hal-hazırda, amma nə olar, bir çıxışın, bir klipin, o təqdimatın olduğu zaman gələk də olar. Həyatda bir söz belə bəs edir ki, insanın nəysə... Yox, amma bu məni tam-tamına o yola sürükləmədi. Mən onsuz da bilirdim ki, daha da motivasiya aldı. Sadəcə bir motivasiyalardan biri idi. Bəs səhnəyə yeni gələn Elvin Babazadə, yəni hal-hazırda 33 yaşına qədəm qoyan Elvin Babazadənin arasında nə kimi fərqlər hiss edirsən? Nə kimi fərqlər?
Olğunlaşmışam. Başqa? Ən çox elə olğunluqdur. Çünki mən gəldiyimdə aşırı o səmimiyyətim onsuz da qalıb, amma o aşırı səmimiliyimi hər kəsə büruzə verirdim. Hal-hazırda daha qapalı olmuşam. İnsanları gördüyüm anda onlara Elvinin bütün iç dünyasını göstərmirəm. Və səncə bu illər ərzində nələr Çünki dəyişdi? insanlar fərqlidir. Başa düşürsüz? Qarşındakı insan sənin düşüncəni daşımaya bilər, enerjini daşımaya bilər və sən ona açıldığında, hər şeyini göstərdiyində ona istifadə də edə bilər. Eynən. Və səncə bu illər səndə hansı xarakteri və nəyi dəyişməyib? Dəyişməyib. Səhnə səndə dəyişməyib. O şeylər var ki, sənə dəyişməyib. Səhnə sevgisi. Yəni yenə də mənim 40 dərəcə qızdırmam olsa, yenə də mən səhnədə də iştirak edərəm, efirə də çıxaram, mahnı da oxuyaram. Yeganə bir şeydir ki, məni yerimdən durğuzub harasa sürükləyə bilər. Səhnə eşqi, səhnə sevgisi, ən əsası iş eşqi. Elvin Babazadənin çox yaxın dostu, bayaq öz təbirindən desək, evinin içi olan, o bütün kosmetoloji prosedurlarını eləməsinin yanı sıra bir öz təbirindən yenə desək, böyük bacısı, ablası olaraq Gülnaz xanım sizdən soruşum ki, Elvin Babazadənin bir xarakterini soruşum. Müsbət bir xarakteri, sizə görə ən müsbət bir xarakteri və ən mənfi bir xarakteri. Bütün deyərdim ki, xasiyyətlərində çoxsu müsbətdir. Çünki elə olmasaydı bizdə alınmazdı. Çox pozitivdir, çox enerjikdir, çox işkolikdir. Yəni mənim kimi işinə düşkündür, çox sevir işini. Ən mənfi və ən bizim dalaşdığımız gecikməyi. Gecikmək. Biz ancaq bunun üstündə dalaşırıq. Biz efirə başlayanda onu hiss elədik. Və bunun nə mənim yanımdan əlaqəsi. Biz çox vaxt olur ki, ortaq dostlarımız olur, harasa tədbirlərə bərabər gedirik, doğum günlərinə, ya özümüzün olur ki, hansısa bir müəyyən gün istirahət eləmək istəyirik. İftara belə biz gecikirik, düşünün. Biz maşında su ilə otururuq, gözləyirik ki, özümdən klubda xurma ilə su gətirmişdim ki. Gecikmək. Yəni bizim tələfi eləyəsən, hə? Bizim ancaq bundan davamız Səncə nədən irəli gəlir Elvin belə gecikmələr? Xarakterdirmi, yoxsa çatdıra bilmirsən? Onu heç cür mən özümdə Düzəldə bilmirəm. Çox rahatdır. Genetikdir. Rahatdır, çox Elə rahatdır. bil məndə saatlar başqa cür işləyir. Məsələn, əgər ki, Elvin tutalım saat ki, elə çatmayıb oraya. bu veriliş tutalım ki, saat 3-də başlayırsa, məsələn deyirəm. Mən 3-ə 15 dəqiqə qalmış mənə çatacaq ki, bu veriliş saat 3-də başlayır. Genetik olur, o özü Genetik nasıl deyil. Məncə valla elə gözəl anası, vaxtında hər şey. Onun gecikmə dünyanın pis xasiyyəti deyil ki, insandır da indi bu da belə. Yox, heç Bir də onun ki, fərqində starlarda deyil olur ha, elə Onun bir şey, o da fərqində deyilməz. deyil. Mənim tərəfimi çox tutun, xahiş edirəm. Bu mövzuda mənim tərəfimi çox tutun. Çünki hər kəs gileylənir. Türkiyə xanım işi oldu da tərəf tutma. O yerə, məsələn, Zümrüdümüzü salamlayırıq buradan, ən çox biz üçümüz bərabər oluruq. Harasa gedirik, bir müəyyən bir təşkil eləmişik ki, yeməyə gedirik, məsəl üçün kinoya gedirik. Bunun ucbatından biz dalaşırıq, biz bir-birimizi qırıq, bu heç belə vecinə deyil. Gəlir belə deyə-gülə, deyə və gəlir artıq ortam gərilib də ya, hamı bir-birindədir, bu vecinə deyil. Əslində, bir tərəfdən də rahat olmaq çox yaxşı bir xarakterdir. Məncə bu cür insanların əsəbləri daha sakit olur, işlərinə daha gözəl odaqlanırlar, belə fokuslanırlar. Tez istirahət eləmək, depressiyadan çıxmağı bacarırlar. Yox, Elvin. Nə bilim, depressiyaya təsir etmir. Bəzən depressiyaya girəndə çıxa bilmirəm. Girmə, xahiş edirəm, sən Məncə çox depressiya acı çəkən adamlar bəzən elə olur. Bu xanım məni düz vurğuladı. tanıyan adamdır. Sən baxın, depressiyaya düşən oxşam. İstəyən adamdır. Yox, tanımıram. Sadəcə mən belə birinci dəfə də sizi görmüşəm. Amma sadəcə danışdıqlarından çox acı çəkən insanlar, bəzən yanıma da gələn insanlardan bilirəm. Bəzən pozitiv görünməyə çalışırlar, bəzən vurdum duymaz olurlar. Amma çox acıdan keçir onlar hamısı. Türkiyə xanım gündəlik o qədər insanlarla ünsiyyətdə olur ki, hər cür insan xarakterini artıq problemləri dinləyir, hamısını analiz edə bilir. Acımı insanlara göstərmirəm. Və ona görə, göstərmədiyinizə görə belə vəziyyət. Mən bunu təklikdə, axı əkizlər bürcüyəm. Məndən 2 dənədir. Özümlə danışıram, məsləhət alıram. Amma doğrudan edirəm ha bunu. Otağımda otururam. Özümlə söhbət. Özümlə. Səncə bu belə olmalıdır? Məncə ən gözəl də dostluq özünüzünlədir, bir də Allahla. Və özümlə bəzi sualların cavabını tapıram. Ən gözəli də elə odur. Ən gözəl. Dəyərli izləyicilərimiz,
Hə, bizim ruhumuz gözəlləşmək istəyir. Elvin Babazadənin növbəti mahnılarını, amma mahnıya keçid eləyənə qədər, musiqilərimizə, kliplərimizi izləməyimizə keçid eləyənə qədər proqramımızın daimi izləyiciləri çox gözəl bilirlər ki, verilişimizin ayrılmaz bir hissəsi var. O da məhz elə mini mətbəx bölməsi. Səhər proqramıdırsa mətbəxsiz olmaz, məlum məsələ. Mətbəx mütləq olmalıdır ki, bugün də bizim mətbəx bölməmizin özəl bir qonağı var ki, kulinar şirniyyatçı Aynur xanım Şükürova studiyamızın özəl qonağıdır və orada artıq Elvin axşam artıq furşetlərin də hazırdır. Furşetlərin artıq axşama görə hazırdır və bir saniyə və Aynur xanımın ərsəyə gətirdi. Qəşəng tortun hazırdır. Tam sənə gözəllik qatacaq. Mənə mələklər çatdırdı ki, sən Təşəkkür edirəm, əllərinizə sağlıq. Təbrik edirəm. Çox sağ olun Əziz xanım. mələklər çatdırdı ki, bənövşəyi və mavi rəngi sevirsən. Bəli, çox sevirəm. Ona görə elə qızılı, mavi tonlarda bu Vay, cür gözəl vay, Aynur çox xanım ərsəyə gözəl. gətirdi bir neçə saata. Xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm dəvətiniz üçün yenidən. Təbrik edirəm. Təşəkkür Elvin bəy. edirəm. Əllərinizə xanım. sağlıq, çox Sağ olun, gözəldir. sağ olun. Can. Ya bir də sevdiyim tonlarda, möhtəşəm. Dadına da baxacaq. Sevdiyim şəkil. Aha, sən bütün şəkillərdə çox yaraşıqlısan. Mən artıq məncə düşünürəm ki, biz bütün komanda olaraq səni çözmüşük. Valla siz də bütün şəkillərdə yaraşıqlısınız, çünki hamımız FaceApp-dan istifadə edirik. Ay Allah, bizim niyə günlər biz Hamımız və bir-birimizə. hamımız bir-birimizə oxşuyuruq, bəli. Əksinə, mən düşünürəm ki, bizim hamımız ona görə yaraşıqlı və gözəldir ki, bizim ortaq həkimlərimiz və ortaq dostlarımız çoxdur. Təbii. Bu da ayrıca bir. Bəli, günləri nəzərdə tuturam tam olaraq. Aynur xanım, təkrar xoş gəlmisiniz. Aynur xanım bizim bütün özəl günlərimizdə, bizim doğmalarımızın bütün özəl günlərində hər zaman yanımızda olur. Hər zaman özəl günlərimizi daha da gözəlləşdirir. Bu gün ona da çox böyük təşəkkür düşür ki, Elvin bəyin gözəl bir tortunu ərsəyə gətirdi və furşetin artıq üzərindəki həmin o qidalar da hazırdır. Təkrar xoş gəlmisiniz. İstəyəcəm bax siz də öz şərhlərinizi eləyə bilərsiniz. Həm tortlarla bağlı, həm furşetlə bağlı tələbat hansına daha çoxdur? Elə hər birinə tortlar da tələbatlıdır. Ad günlərində, özəl günlərdə furşetlər də görürük ki, restoranlarda göstərirlər də olur hər yerdə. Ona görə istədim bugün biri şirniyyat olsun, biri də furşet bu sistemi Mən olsun. düşünürəm ki, sizin əllərinizdən həm furşet çox dadlı olacaq, həm də ki, şirniyyatlarınızın dadına baxmışam. Şirniyyatları mən öz ad günümdə də dadmışdım. Çox mükəmməl idi. Mən düşünürəm ki, bütün artıq məşhurların seçimi olmalıdır. Aynur xanım Şükürova, çox müraciət gəlir tortlarla bağlı. Bəli, dizaynına görə, həm də tərkibi mən çox fərqli Siz daha edirəm. çox qeyri-adi eləyirsiniz. Həm daha da çox fərqli gözəl olur. Həm də eyni zamanda dizaynı çox fərqli və çox məxsusi dizaynlar olur. Bu dizaynlar Dizaynların çoxunu artıq özüm icad edirəm, belə deyim. Artıq o proqramlar sizdən götürür artıq. Bəli, o qədər işləmişəm ki, artıq özümün fantaziyam var, özümə məxsus. Elə bugün Elvin bəy də mavini sevdiyi üçün, həm də müğənni olduğu üçün şəklini də mavi seçdim, tortda da mavi tonlar verdim. Belə mikrofon falan öz dizaynımdır. Ən gözəl formada artıq Elvin bəyin tortu tam hazır vəziyyətdədir. Proqramımızın bu yerində dəyərli izləyəcəyimiz qeyd eləmək istəyirəm ki, çox qısa fasiləmizə keçiləcək. Fasiləmizdən dərhal sonra isə sözsüz ki, mahnılarımızla ruhumuz daha da gözəlləşəcək. Enerjimiz ən pik həddə çatacaq ki, proqramımızın reklam bölməsində dəyərli izləyəcəyimiz verilişimizin dəyərli tərəfdaşı və eyni zamanda baş sponsoru olan Retailer təmizlik robotundan bağlı görüntülər artıq izləyirsiniz. Əlaqə nömrəmiz dəyişilməz olaraq qalır. 055 299 80 00 əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. Yanaşı olaraq qeyd eləmək istəyirəm ki, Alman mühəndisliyi dəqiqlə dizayn edilmiş və evinizin nəfəs almasını təmin edən bu inqilabi robot sistemi ilə bağlı sizlərə məlumat verim ki, xoş sabahın dəyərli izləyicilərinin hər birinə istər paytaxt Bakıdan, istər regionlarda izləyən hər kəsə şamildir bu kampaniyamız, hansı ki, tam ödənişsiz, tam pulsuz təqdimatdan siz də yararlana bilərsiniz ki, bu möcüzəvi məhsulla tanış olmaq üçün 100 dəfə eşitməkdən bir dəfə görmək daha yaxşıdır devizini əsas götürərək mükəmməl məhsulla siz də günü bugün tanış ola bilərsiniz ki, satış şöbələrimiz tək paytaxtda deyil, eyni zamanda bölgələrimizdə də mövcuddur ki, ucqar kəndlərimizdə, dilbər küçələrimizin hər birində, eyni zamanda paytaxtın da bütün dörd bir tərəfə çatılmamız mümkündür. Bir zəng vasitəsilə sizə rahatlıqla bizim çatdırılma xidmətimizdən yararlana bilərsiniz. Qısa fasiləmizdən dərhal sonra Elvin Babazadənin mükəmməl ifalarından qaldığımız yerdən daha da mükəmməl davam edəcək. Və gözlənilən o an. Son illərin populyar müğənnisi Elvin Babazadə Azərbaycanın parlaq ulduzu artıq buradadır. o yanmadan öncə, yoxsa o yanmadan öncə?
Onun hər səhnəsi bir həyat, həyatı da ayrı bir səhnədir. Qarşılayın, Elvin Babazadə. Ne bir dostum ne de tanışım. Ben ilk olan dertlerimi kime danışım? Beni benden alana, yalana inandırana hansına alışım? Büyüdüm her sehvimde inan. Ya onlar kimi olmalıyam ya da o zaman Mənə zulmedene, hakkana hak girene ne deyip susmalıyam? İnsanlar diye bu kadar yat, niye bu kadar uzak ve soyuk? Ben en dibini de gördüm, gördüm çok üzüldüm, yeter. Kalbimde isyanı var, sesimi duyan ne bir insan var. Bilmezler eğer gül yaradan, doğrunu göster, yüreği onu ister. O yanmadan önce ne gerçeği yalanı, ne onar, bana ver benim olanı. Görmezler kalbimdeki imanı, bunu ona göster, yüreği onu ister. O yanmadan önce uyandım, kabusa mı inandım? Ben neyi gerçek sandım, neye aldandım? Ah ne kadar Tanrım öldüreceğim beni bu keder. Çarem ona buna kalsa, ümidin sansa boş sözler. İnsanlar niye bu kadar yat, niye bu kadar uzak ve soyuk? Ben en dibini de gördüm, gördüm çok üzüldüm, yeter. Kalbimde isyanı var, sesimi duyan ne bir insan var. Bilmezler eğer göğü yaradan, doğrunu göster, yüreği onu ister. O yanmadan önce ne gerçeği yalanı, ne olar, bana ver benim olanı. Görmezler kalbimdeki imanı, bunu ona göster, yüreği onu ister. O yanmadan önce ne gerçeği yalanı, ne olar, bana ver benim olanı. Görmezler kalbimdeki imanı, bunu ona göster, yüreği onu ister. O yanmadan önce. O yanmadan önce yoksa o yanmadan önce? Ha, Bu dəfə oyanmadan öncə idi. Şedevrdir həqiqətən də, mükəmməldir. Ümumiyyətlə sizə görə Elvin bəy. Elvin yoxsa Elvin bəy, bilmirəm. İndi gəl bu cür mükəmməl mahnıdan sonra efirə fokuslan. Efir apar. Hə. Bir dəqiqə lazımdır. Məncə bizə 1-2 dəqiqə lazımdır efir fokuslanmaq üçün. Çünki mahnını bildiyin yaşadıq və bek vokallıq eləyirdim. Elvin bəy bizi apardı, gətirmədi. Elə bir söz var. Elvin bəy. Mahnı mənim özümü də hər ifa edəndə aparır, düzdür, gətirir sonra, amma gec gətirir. Klipiniz çox belə gözəl və serial kimi çəkilib. Kino kimi çəkilib, eynən. Klipi çəkib bizim rejissorumuz Qula Əsgərov, operatorumuz Rauf Qurbanəliyev çox peşəkar insanlardır. Mahnını isə yazıb Zülfü Bədəlov, Zümrüd Bədəlivanın qardaşı.
və çox hitlərin müəllifi. Amma mahnı sırf mənim istədiyim bir mövzu üstündə yazılıb. Mövzu mənə aiddir. Həm klipdə, həm də mahnıda. Mahnı deyiləsinə bu əsər tipli bir proyektdir. Və bu kommersiyon bir iş deyil. Bu mənim iç dünyamdır və tamaşaçıma göstərmək istədiklərimdir. Yəni o dış dünyadakı Elvini görürsünüzsə, bir bu mahnını dinləyəndə bir də mənim iç dünyamı görür. Klipdə çox sürətli kadrlar dəyişir. Yəni hansı xüsusi mesaj ötürməyə çalışmısınız? Xüsusi mesaj belə insanlar hər kəs bir şey anlayır bu klipdə, amma bizim əsas ötürmək istədiyimiz mesaj oyanmadan öncədir ki, bu yuxu oyanışı deyil. Bu qəflətdən oyanışdır ki, yəni həyatın tək fiziksel deyil, ruhani tərəfinin olduğunu insanlara göstərmək üçün və məsələn bu masa gedirdiyində hal-hazırda bu onu göstərir ki, bu bizim fiziksel həyatımızdır və onlara görə biz necə deyim sizə, bir çox şeyləri unuduruq. Yəni bu həyatın bəzi məqamları bizim gözümüzü başqa şeylərə yumdurur və yatızdırır. Oyanın. Yəni ruh səlinizi yüksəldin, enerjinizi yüksəldin, Allaha doğru gedin. Eynən. Mövzu budur. Mən düşünürəm ki, layihə ümumilikdə mükəmməldir. Mahnı ayrıca bir gözəldir, klip ayrıca bir möhtəşəmdir. Ümumi kompozisiya və ümumi layihə çox gözəldir və bu isə mənim məsəl üçün ətrafda o insanlar və mənim bu onu göstərir ki, mən oyanmışam və mən artıq görürəm. İsyan edirsiniz. Üsyan edirəm və mən görürəm ki, nələr baş verir və bir tək Allahdan yardım istəyirəm və Allah da hər ondan yardım istəyənə yardım edəndir. Əlbəttə. Allah deyir, təki sən istə. Mən sənə şah damarından da yaxınım. Bəzən istəməyəndə deyilir. Bəli. Zəng var efrə. Aha, qoşaq. Alo. Alo. Salam, hər vaxtınız xeyir. Salam, əleykum. Mən Elvinin mamasıyam. Vallah mənim də xəbərim yoxdur Elvin. Aha, yox, xəbər. Adı necədir mamanızın? Aza xanım. Aza xanım, necəsiz? Çox sağ olun, Yasir. Öpürəm əllərinizdən, yanaqlarınızdan. Çox sağ olun. Sizi təbrik eləyirəm. Ana statusu qazanmışsınız 33 il öncə. Bəli. İnşallah gün o gün olsun nənə statusu qazanasınız, inşallah. Amin, inşallah. Amin. Mamiçka, privet. Mən Elvimi təbrik edirəm. Ona can sağlığı arzu edirəm. Onun səsi həmişə ucalardan gəlsin, zirvələrdən gəlsin. Amin. Çox sağ ol, mama. Mamanın səsi duyğulandı artıq. Can, Ayza xanım, sizdən də soruşum. Elvində bəyəndiyiniz ən müsbət xarakter və bəyənmədiyiniz xarakter hansıdır? Amma xahiş edirəm, səmimi real etiraf edin. Bəyənmədiyim xarakteri biraz tənbəldir. Aha. Yəni ki, Gecikir. çox hər işdə ağırdır. Yəni ki, belə. Amma Hər işdə nə işdə, mama? Mən məsəl üçün sənətdə tənbəllik eləmirəm. Sən tənbəlliyin hansı tərəfi olduğunu de. Elə biləcəklər ki, hər işdə tənbələm. Yox, hər işdə yox. Yox, yəni ki, nətər deyim, yəni tənbəldir də biraz. Bir valideyn kimi şərh eləyir də ki, yəni yuxuludur, gec oyanır. Sənətdə ondan maşallah yoxdur. Gec oyanır, yəni belə. Yaxşı tərəfləri də çoxdur Elvinin, çoxdur. Ən gözəlini soruşsam, ən bəyəndiyiniz xarakterini soruşsam, yəni ki, çox, nətər deyim, çox diqqətlidir. Çox diqqətlidir anaya, atasına. Yəni ki, hələ şeylər, yəni mən bütün valideynlərə Elvin kimi bir oğul arzu edirəm. Ay, nə gözəl, amin. Azə xanım, bəs bir övlad kimi necə övlad? Mama, yaxşı ki varsan, sən mənim ən böyük stimulumsan və mən buralara çatmamda ən böyük vasitəçi sənsən. Mənə təhsil verən, mənə dayaq olan və hər zaman doğru yolu mənə göstərən. Müdrikliyin üçün çox sağ ol. Yaxşı ki, sən də mənim varımsan. Can, çox sağ olun Azə xanım. Sizə həsr elədiyim həmin o mahnını mən
Deməli, oğlum dünyaya gələndən sonra, mən də bir etiraf edeyim ilk dəfə, oğlum dünyaya gələndən sonra, olaraq qadınlarda zahlıq dönəmində çox sağ Allah bütün balaları qorusun, qəribə bir formada sənin mama üçün ifa elədiyin canlı efirdə sən mənim hər şeyim. Mənim mahnımdır, əzizim anam. O mahnını mən dinləyib o qədər ağlamışdım, Elvin, hönkür-hönkür ağlamışdım, təsəvvür elə. Orada mamanın ağlaması, orada mamanın emosiyaları, sənin mamanın qucaqlamağın, Allah hər zaman sizi birlikdə eləsin. Ancaq arzulayıram ki, Azə xanım, inşallah gün o gün olsun, düz axşam birlikdəyik, amma gün o gün olsun, Elvinin toyuna gələk, gözəl günlərinə gələk, ancaq şən günlərinə yığışaq. Öpürəm, əllərinizdən. Ay mama, yanımda bilirsən kim var? Kim var? Can, Azıcıqa. Gülnar Zeynallı, bizim dəyərli kosmetoloqumuz, həkimimiz. Gülnar, ürəyim mənim. Can. Öpürük əllərindən, salamlayırıq səni, axşam da görüşürük. Can, çox təşəkkürlər Azə xanım, minnətdaram. Qızıldan dəyərli zamanınızdan ayırıb bizim canlı efirə qoşulduğunuz üçün çox dərin təşəkkür edirəm. Elə Gülnardan söz düşmüşkən, Gülnar ki, neçə il əvvəl, necə oldu, ilk tanışlıq hekayəniz necə oldu? Elvinlə? Babazadə ilə. Çox maraqlıdır. Deməli, haradasa 2017-ci ya 18-ci illəri idi. Elvinin mahnısı, düzdür, adı yadımda qalmır o mahnının. Sənə varam. Sənə varam. Sənə varam mahnısını yazılmışdı Nərmin mənim üçün flaşkaya. Mən maşında həmişə dinləyirdim onu. Amma heç vaxt soruşmamışdım ki, bunu ifa eləyən kimdir, adı nədir. Sadəcə mahnı adamı elə alır ki, mahnını bölmək istəmirsən. Elə dinləyirdin, orada qalırdı. 2019-dan 2020-dən gedib. 19 yəqin ki. Çünki 19-da biz tanış olduq, bəli. Bir mahnını çox sevirəm, dinləyirəm və bir dəfə yay günü idi. Biz bağdaydıq, uşaqlarla dedik yığışaq, gedək oturaq hardasa məkanların birində. Çox sadə bir paltarda, sadə bir viddə getdik, oturduq məkanlarda. Ağaclığın da altında belə oturmuşuq ki, rahat olaq bugün dincələk. Bir də gördüm dostumuz Şahin Cavadsoy gördü, salamladı məni, oradan gəldi. Və sonra dedi ki, indi mənim müğənnilərim gələcək və o müğənnilərin də çoxsunla mən işləyirəm, ortaq olan müğənnilər idi. Nəsə, hamı ilə görüşdük, ora-bura. Birdən mahnı gedəndə belə baxıram, deyirəm, bu mahnı o mahnıdır. Əzbər bilirəm mahnını. Şahin durub yanımda, deyirəm, Şahin, bu mahnını oxuyan o oğlandır. Deyir, bəli, bu mahnını oxuyan o oğlandır və mənim müğənnimdir. Mən də haradasa bir 300-400 nəfər olardı orada, bəlkə də az ya çox bilmirəm. Gülnarı tanımıram. Təsəvvür edin, Gülnarla tanışdığım yoxdur. Çıxıram səhnəyə, oxuyuram və birdən belə gözüm sataşır. 300 nəfərin içində bir nəfər. Və düz deyir, doğrudan elə oldu. Mən onu görürəm. Tam olaraq göz təmasındayıq. Saçları da sarı idi. Oxuya-oxuya belə baxıram və başladım onu əlimi işarət edib oxumağa, sənə varamı. O da mənə baxır, gülümsüyür. Sanki bir 10 ildir tanışdığımız kimi. Elektrik ardıq o vaxtdan aldıq. Ondan sonra Gülnar məni doğum gününə dəvət etdi. Gülnar o doğum günündə var idi. Sən var idi. Yox, mənim doğum günüm oldu, gəldi bir il sonra oldu. 2020 ya 2021 pandemiya dönəminin bitəndə. Sən o doğum günündə var idin. Mən həmişə varam. Harada çağırmışsınız həmişə varam. Axşamda orada varım. 2021 idi səhv etmirəmsə. Gülnar dedi, bəs nə vacib nədir, neçəyə gələrsiz? Mən sizdən bir manat belə götürə bilmərəm. Sizin enerjinizi mən keçən il hiss elədim, aldım və Gülnar da onun əvəzinə mənim bir dənə qəşəng prosedur elədi. Elə dostlaşdıq. Odur dostlaşdıq. O vaxtdan dostlaşdıq. Dostluğunuz daimi olsun, əbədi olsun. Allah heç vaxt sizi bir-birinizdən yanıltmasın, ən gözəli. Heç vaxt bir-birinizdən yanılmayasınız, heç vaxt da qoymayasınız ki, aranızda üçüncü bir insan girsin. Gülnarın övladları bilirsiniz, nə gözəl övladları var. Əlbəttə. Onun kiçik oğlu mənim kimi meymun ilindəndir və əkizlər bürcündəndir. Rail. Mənim balaca variantımdır da, elə bilin ki, mənim kiçik, hətta bədən quruluşu belə mənim uşaqlıqda bədən quruluşum oldu. Məncə Railin üzərində işləsən. Çox yaxşı səsi var və Elvin mahnılarını ritmini çox birə-bir oxuyur. Hazırlayacağam onu. Onu sən biraz daha hazırlaşdırsan, hələ gələcəkdə ulduz olacaq sənin kimi inşallah daha da parlayacaq. Balacalar böyüyür. Bəli. Türkər xanım, ümumiyyətlə Elvin Babazzadə sizdə bir izləyici, dinləyici kimi hansı təəssüratları yaradıb həmişə? Şəxsən bugün tanış olduq, amma illərdir tanıyırsınız, sevirsiniz, dinləyirsiniz. Dinləyirəm, musiqilərini çox bəyənirəm və onun, məsələn, rəhmətli Rəhim Rəhimlinin ona öləndən sonra və s. çox ona şey oldu da, necə insanlar bəzən unuduraq öləndə bir insan rəhmətə gedəndə, amma məsələn hər dəfə izləyəndə, yəni sosial şəbəkədə siz necə onun
Ürəklə Bilmirəm, sizin deyəsən onunla dostluğunuz Əlbəttə. olmuşdu və s. Və gördüm Allah ki, gəl necə bu rəhmət eləsin. insan, amin Allah rəhmət eləsin, necə insan, bilmirəm, turistlərin bir sözü var, bilmirəm, onu demək olar, yoxsa dastoyin nə olur, belə Ciddi. Sözündə yox, bütöv. belə Ürəyim arkada ağlayar mahnısıydı o. Ürəyim mərd, ağlayar mahnısıydı. mərd insan olduğunu oradan bəyəndim, xoşuma gəldi və bir də ən çox sevdiyim mahnı Nəyi var mahnısı. Nəyi var? Hə, o sən. Çox sevirəm o mahnını. Ən son o mahnını saxlamışıq. Bəli. Sizcə İnşallah. bu illər ərzində sizin ifanızdakı ən sevdiyiniz vizit kart mahnınızı soruşsam, sevdiyinizi demirəm amma vizit kart. Sizə görə vizit kart bir mahnı istəsəm hansıdır? Mənə görə deyəndə ki, nəyi vardı da? Nəyi var? Vizit Nəyi kart başqa nəyi vardı? nə? Amma hər dönəmin bir vizit kartı olub. Məsələn, mən 2013-cü ildə Nadia Mikail'la Rak-Tak-Tak'ı oxuyanda o dönəmin vizit Siz nəfir də kartı... oxumuşdunuz. Bəli, yadınızdadır Amma illər. deyim sizə, hal-hazırda Aygün Kazımovanın siz remix eləmisiniz, o da çox sevilir Çox, məncə. əlbəttə. Maşaq sayılır. Mən yəni onu Yazılar ölkəsidir. Mən Amma çox vizit sevirəm kart onu. deyiriksə, vizit kart artıq hər kəsin bildiyi bir mahnıdır da. Nəyi var? Bütün hal-hazırda nəyi vardı? Məsələn, 2013-də Rak-Tak idi. Mənə elə çağırdılar. Elvin Rak-Tak Elvin. Hətta biz Dağıstanda konsertlər verirdik, İsraildə. O dərəcədə məşhur idi mahnı. 19-a sənə varam çıxanda sənə varam oldu vizit kart. İndi də nəyi vardı? 2013-cü ildən səhnələr neçə müddətdir? Peşəkar səhnədə. Peşəkar səhnədə deyim də sizə. 2012-ci ildən. 2012-ci Əvvəlindən ildən. özdə. Lap tam 2012-nin əvvəlindən. Yəni belə deyək də ortalama bir 15 il ərzində, 13 ildə, okey, yuvarlaşıqda 15 il ərzində. Onun bir arxası da var. Mənim ilk Əlbəttə. böyük səhnəm 2005-ci ildə Heydər Əliyev adına saray olub. Yaşın, yox, Mən peşəkar səhnə. 2005-ci ildə Orada- çıxmışam o da elə Heydər Əliyev peşəkar adına səhnədir. sarayda oxumuşam. Mənim bir çox mən 2006-cı ildə Türkiyədə UNESCO bu uşaqlar üçün ən Azərbaycan istedadlı yeniyetməsi mükafatını almışam. İzmit şəhərində birinci yeri almışam. İsraildə də ifalarınız olub. Bəli, yəni bu o vaxtdan başlayıb, amma sırf professional artıq öz mahnılarımla televiziya kanallarında olaraq, bəli. peşəkar səhnəyə biz 2012-də Eurovision seçim turlarından başladıq. Onun arxasıca öz Üçüncü mahnılarım. yer tutursa səhv eləmirəmsə. Bəli, bəli. Onun arxasıca öz mahnılarım çıxdı. Bunlar hamısı 2012-ci illə təsadüf edir. Əla. Yəni bu illər ərzində əslində qısa zamanda deyil. Yəni bu illər ərzində istər qısa, istər deyil. Kimə görə qısa, kimə görə uzun, amma bizə görə çox uzun illər ərzində sevirik, sevərək də qalırıq hər zaman. Bu belə. Bu illər ərzində kifayət qədər deyərdim ki, milyonların qəlbini fəth elədiniz, sevildiniz, qəbullandınız. Sizcə bax bu qəbullanan bir sənətçi olaraq, yəni hansı ki milyonlar tərəfindən qəbullanırsınız, kifayət qədər çox fanat kütləniz, ordunuz var. Bu xüsusda Azərbaycan səhnəsində sevilmək üçün, seçilmək üçün hansı istedadın, istər səs, istər potensial, istər xarakter, səhnə performansı nə gərəklidir populyar olmaq üçün sizcə? Bilirsiniz, Bugün nə lazımdır? Azərbaycanda tanınmaq asandır. qalıcı qalmaq çətin. Gündəmdə qalmaq çətin. Bizim xalqımız o dərəcədə titizdir bu şeylərə, o dərəcədə dərindir. Hər şey illər keçir, əvvəl qınaya bilərlər, ondan sonra sənə həmən ilk andan inanmaya bilərlər. Özünü doğrultmaq üçün o qədər çalışmaq lazımdır ki, illər keçməlidir. Necə ki, bugünkü gündə bizim xalq artistlərimiz illərdir o əziyyəti çəkiblər ki, sonda artıq o istədiyi zirvəyə çatıblar. Sevilmək mövzusunda çoxlu işləmək lazımdır. İstedad öz yerində, istedadsız insanlar da tanınır. Yenə deyirəm, tanınmaq çox asandır bizdə. Yəni bir gün içində belə bir hərəkət edərsən, tanınarsan. Amma xalq tərəfindən qəbul olunmaq, sevilmək, bunun üçün illərlə çalışmalısan və sən hər dəfə sübut etməlisən ki, baxın əziz xalqım, mən sizin üçün bunu edirəm. Yəni mən sizə layiqli işlər çalışıram, təqdim edim və eyni gecə sonunda səni qəbul edirlər. Sizcə ümumiyyətlə məşhurluq insanı azad eləyir, yoxsa daha da məhdudlaşdırır? Yəni siz məsələn Elvin Babazaydı olaraq məşhurlaşandan sonra, populyarlaşandan sonra həyatınızda Ümumiyyətlə məşhurluq azadlıqla antonim sözlərdir. İnsan məşhurdursa o artıq azad ola bilməz. Nəyisə məhdudlaşdırdınız da yəni həyatınızda? Nəyisə deyil, çox şey məhdudlaşır və əsl həqiqətən də sənət üçün yaşayan bir insan, həyatını sənətinə sərf edən insan, ümumiyyətlə şəxsi həyatı belə olmur. Onun şəxsi həyatı, onun məşğuliyyəti, hər bir şey sənətinə və insanlara aiddir. Onun geyimi,
Məsələn, mən ola bilsin bəlkə də bu geyimdə rahat deyiləm, amma mən bir gün efirə çıxıramsa tamaşaçının qarşısında mən bunu geyinib çıxmalıyam. Başa düşürsüz? Və mənim həyatım artıq özümə deyil, onlara məxsusdur. Onlara xitab eləməliyik. Mən istəyəcəm proqramımızın bu yerində mövzular, mən istəyirəm və xahiş edirəm. Hətta görürsünüz, hər qonağın fərqli istəkləri var sizdən. Sizin bu sənət sahəsində təqdim etdiyiniz mahnılardan hər birimiz başqa mahnıları istəyəcəyik. Bir mahnı istəyəcəyik sizdən. Sizin ifanızda çox bəyənilən və beynəlxalq səviyyədə sevilən, sosial şəbəkələrdə isə çox məşhurlaşan, hətta o rəqs hərəkətləri ilə hamımız da onu təkrarlamışdıq, yəqin görmüşsünüz də. Hansı mahnıdır? Ceyran mahnısı. İstəyəcəm ilk olaraq onu ifa eləyək, klipini izləyək, sizlə birlikdə burada rəqs eləyək, daha sonra isə danışaq. Səhnə sizin. Ağlamağa başladı Ceyran aman, halım yaman. Ceyran aman, halım yaman. Ceyran amandı ceyran, halım yamandı ceyran. 3 gün vədə vermiştin, 3 ay tamamdı ceyran. Ceyran amandı ceyran, halım yamandı ceyran. 3 gün vədə vermiştin, 3 ay tamam ceyran. Çox təşəkkürlər. Sən də öyrətdik bu rəqsə. Efirdə belə oynadığım yadıma düşmür. Efirdə belə oynadığım yadıma düşmür. Hə, gözəl enerjidir. Bu başqa məsələ. Ümumiyyətlə mahnılar, mən düşünürəm ki... Mən dalaşmışdı rəqsin üstündə. Hə, niyə? Mahnı təzə çıxmışdı, gəlmişdi prosedura. Dedi ki, gəl vayın çəkək. Və deyir ki, sən bunu oynayacaqsan. Deyir, mən oynaya bilmərəm. Nəsə, Nərmin də bu kadrların hamısını çəkir tənnəmə. Bir də baxırıq ki, storylərdə Elvin qışqırır. Necə olur, siz nə istəyirsiniz, mən eləyirəm. Sən mən istəyən eləmişdin. Bax, özü istəyir, çəkdiyi videolarda cool düşsün. Digər tərəf yox. Deyirəm, ay balam, məni prosedur eləyirsənsə, sən eləməlisən də bu hərəkəti də. Məsələn, qışqırda əsəbləşdi, o dönəmlərdə üstəndə bütün sosial şəbəkə, nəinki Azərbaycan, hətta Türkiyədə viral olmuşdu, İsraildən nə qədər, İrandan nə qədər baxış gəlmişdi. Ərəbistan, hətta bizim qonşularımız
Ermənistanda belə kəşfiyyətə düşmüşdü. düşmənlərimiz. Nə qədər onlar ayalı, nə qədər ermənilər yazdılar, nə qədər türklər, qardaşlarımız türklər yazdılar, ərəblər yazdılar, İranlılar yazdılar. Türkiyəyə mən son gedişimdə də İzmirdə olanda çox mən pasiyentlərim deyir, Ceyran deyir sizin hastanız. İsmi Ceyran deyir. Hastamız yox, pasiyentimiz deyil. Pasiyentimiz, bəli, Deyirəm dostumuzdur. ismi Ceyran deyir də şarkısı da evet. Özü də vallaçıyorum. İnanın mənə ki, heç gözləmədiyim bir şəkildə Ajantaj yarandı. qlobal kəşfiyyətə düşdüm. Yəni mən başqa proyektlərimdə bunu gözləyirdim. Elə proyektlərim oldu ki, mən dedim, wow, indi məndə nəyi var bir qlobala çıxmışdı. Bir də Ceyran. Düşdü. Qlobala düşdü. Hətta sosial platformada da qlobala düşdü. Hər İzlənmədə də, bütün dinlənmədə də. platformlarda bu bilmirəm nə sirri xudadır, nə baş verdi, nə oldu, nə olmadı. Belə bir söz var ki, hər kəs öz səhnəsinin Bir video adi paylaşdığım Reels 200 mindən artıq necə axı adamlara göndərmək olar? 200 mindən artıq bir-birinə göndərmə var idi. Təsəvvür edirsiniz nə demək? Bu çox gözəl bir şeydir əslində. Qlobala düşmək Amma hər pozitiv enerji yarada bilib qlobala də düşmək demək hər sənətçi üçün də Buradan qismət deyil. Türkiyədəki izləyicilərimi salamlayıram. Çünki bu dəqiqə həqiqətən də Türkiyədən çox saylı heyranlarım var. Məndən türk dilində bir mahnı gözləyirlər. Mən də onlara efir vasitəsilə demək istəyirəm ki, sizin gözləntilərinizi bu yaxınlarda doğruldacağam. Çox az qaldı. Belə bir mövzu var ki, hər kəs öz sahəsində səhnəsi var. Sevə-sevə mövsümdə artıq çıxırıq məzuniyyətə. Mən sevə-sevə hazır. Hər kəsin öz sahəsində səhnəsi var. Məncə məşhurluq mövzusu sizin sahədə də populyardır. Çünki misal üçün mediasiya deyirsiniz və bizə mütəmadi olaraq sosial şəbəkə üzərindən telemaariflənmədə mediasiyanın təbliğatını eləməyə çalışırıq. Çünki son 3-4 ildə Azərbaycana tətbiq olunan bir prosesdir. Elvin bəy, siz mediasiya prosesinin nə olduğunu bilirsiniz? Meditasiya yoxsa meditasiya? Meditasiya yox. Bu relaks olmaq. Mediasiya. Əslində mediasiya da elə relaksın bir növüdür. İnsanlar barışıq üçün gəlirlər. Bizdə hal-hazırda məhkəmədən keçən bütün yollar mediasiyadan birinci keçməlidir ki, ondan sonra məhkəməyə getsin. Bir ay müddət məhkəmə istəmirəm. Allah yox, şükür. Mediasiya olsun, amma məhkəmə olmasın. Mediasiya özü barışıq deməkdir. Bizdə barışıq sazişlər olur. Onsuz da mediasiya məhkəmə deyil. Bəli, məhkəmə deyil, məhkəməyə gedən bir yoldur. Məsələn, borc alıb borc verməyən. Normalda bunun üçün qohumlarda belə ağsaqqallar saxlanılır. İndi onu qurum olaraq. Bəli. İndi məsələn ki, mən mahnı söz verib mahnı verməyən insanlara gətirə bilərəm sizin yanınıza. 3 aydır mahnımı götürə bilmirəm. Mahnı söz verib sözləşməmiz var yəqin ki, imza atmısınız. Bəli, bizim ondan qanuni şəkildə biz onu ala bilərik ondan, sizin vasitənizlə. Məsələ həll olundu. Barışıq eləyə bilərik. Demirəm ha, hələ demirəm. Gələcəm mediasiya ilə bərabər gələcəm sənə mahnı. Elvin bəyin timsalında mediasiya prosesini Günər bilirdiniz? Bayaq kulisdə səndən danışdıq. Ona qədər bizdə hal-hazırda elmi boşanmalar ən çoxdur. Aliment tələbimiz hal-hazırda çoxdur və boşanmalarda bilirsiniz ki, aliment verməyən ataların borcları mübahisələrimiz daha çoxdur. Hal-hazırda TikTok sosial şəbəkədə daha çox məni top atəşinə kişilər tutub. Hətta bugün biri zəng eləyib ki, mən sizə TikTokdan yığıram, xanım, deyirəm, buyurun, eşidirəm sizə. Siz niyə orada qadınların tərəfini tutursunuz ki, aliment versinlər? Deyirəm ki, baxın, deyir ki, ana məndən görüşə icazə vermir. Bayaq sizə də mən efir öncəsi dedim, bəli. Amma burada analar bir şey bilmədilər ki, bir şey buradan da vurğulamaq istəyirəm ki, ata ilə görüş necə deyim, bunu qaçılmaz bir şeydir. Bunu sən verməlisən. Qanuni şəkildə də həftədə bir dəfə, 2 dəfə ata ilə görüş düşür. Bunu birmənalı analar qəbul eləməlidirlər. Görüşə icazə vermədiyiniz dövrdə də çox xahiş edirəm, ya analarınızla, ya bacılarınızla onlarla birlikdə uşağınızı verin, gedib atalar uşaqlarını görsünlər. Və bəzi atalar da var ki, deyirlər ki, biz alimenti verməyək və mənə uşaqla icazə vermir də. Bildiniz necə? Mən niyə onda 246 manatı verirəm? Mən buradan demək istəyirəm ki, baxın, analar uşaqları ataya verməyəndə analara cinayət işi düşür. Xeyr. Amma alimenti verməyəndə nə düşür? Cinayət işi. Bəli. Ona görə
qanun çərçivəsində aliment ödənilməlidir. Və siz bu mövzuda qadınlar tərəfindən yox, hüquqi müstəvidə bərabər yanaşırsınız. Mən bəzi qadınlar var, təbii ki, heç onlara düşmür alimentdə. Elə də olur. Amma biz bunu qanunla nə edə bilərik? Qanun alimenti kəsib. Bəli. Ona görə biz məcbur şəkildə alimentləri verməliyik ki, ataların ölkədən çıxışına stop qoyulmasın, borclar yığılmasın və cinayət işlərdə və s. bunlar açılmasın. Sizcə ümumiyyətlə mediator olmağın ən çətin tərəfi hansıdır? Yəni bu bitməyən emosiyalarla üzləşmək, yoxsa insanlara bərabər yanaşmaq? İnsanlarla empati qurmaq və insanları başa düşmək və hisslənməmək. Yəni çalışdığımız dərəcədə hisslənməməyə riayət edirəm. Bəzən də hisslənən dövrlərim olur. Sağ olsun Nərmin mənə deyir ki, Türkər xanım olmaz, sakit olun. Bəs ən çox rast gəldiyiniz konflikt növü hansıdır? Yəni borcla bağlıdır ən çox rast gəldiyiniz konflikt növü, ailə daxilidir. Hal-hazırda kommersiya mübahisələrimiz var. Kommersiya, yəni borc mübahisələrimiz. Onlar da könüllü şəkildə mediasiyaya üstünlük tuturlar. Amma ən çətin hal-hazırda aliment problemlərimiz var. Onlarla üzləşirik və həqiqətən də çox əziyyət çəkirik. Belə. Və bir şey də bunu da vurğulayım, çox üzr istəyirəm sizin ad gününüz mövzusuna girirəm. Biz də maraqlanarıq, öyrənirik, maariflənirik. Bir dənə şey demək istəyirəm ki, aliment mövzusunda ana ilə deyir ki, aralarında düşmənçilik var. Ana ilə ata görüşmürlər. Uşağı da ortada bu tərəfə aparırlar, o tərəfə aparırlar. Uşaq da qalıb ortada da və ana qoymur ata uşağı görsün. Rica edirəm ki, bunu aliment üzərindən eləməsinlər. Özləri anlaşsınlar, yəni düşmənçiliyi bitirsinlər. Onda heç bir məsələ qalmayacaq. Bu ailə daxili konfliktdən danışmışkən, Gülnar xanım, illərdir ki, belə deyərdim, gözünüzü açandan elə siz özünüz də həyatınızı bu estetikaya həsrləmişsiniz. Kosmetoloji prosedurlar, gözəlləşmə, gözəlləşdirmə ki, qadınların hər biri məlum məsələdə gələndə daha çox danışırlar, onlarla həmsöhbət olursunuz, dərd ortaqları da olursunuz eyni zamanda. Sizcə, bax bu həm qadınlar, həm bəylərdə, əlbəttə baxımlar da, bəylər də sözsüz hər biri gedir, söz yox. Yəni xanımlardan əgər danışırıqsa, elə bəylərin özü də. Sizcə, tək xanımlar tərəfdən baxılır, yaxud da bəylər tərəfdən, elə ki, hər iki tərəfdən. Sizcə onları nə vadar edir estetikaya gəlməyə və yaxud da xarici görünüşlərində çox köklü dəyişiklik eləmək istəyirlər? Məsələn, bir xanım gəlir ki, mən məsələn, xəyanətə uğramışam, mənim dəyiş, mənə elə Angelina Jolie. Var elə? Əlbəttə ki, biraz psixikalarında, psixoloji olaraq özgüvənləri sarsılır və düşünürlər ki, yəqin ki, buna bağlıdır, mən bəyənilmədim və yaxud da ki, rədd edildim. Amma əslində o deyil də, yəni. Əslində odur? Deyil, özgüvənli. Şəxsən mən Gülnarın yanından çıxanda çox özgüvənli çıxıram. Oradan çıxanda hamı özgüvənli çıxır. Nəyə görə? Çünki mənim əslində özü də indi deyir, təsdiqləyərsən ki, mənim məsəl üçün elə bir problemim olmur da, amma ki, əsasən bizdə, məsələn, bizdə elə prosedurlar var ki, sırf onlar səhnə üçündür. Elvinin hər klip öncəsi bizim ona icra etdiyimiz prosedur var ki, sırf bu klip üçündür, görsəl olaraq. Yəni, qrimlə onu vizual olaraq eləmir və hazır biz onu işləyirik. Məsələn, yüngül formada haraların daha kəskin görsənməyini, qabarıq görsənməyini istəyiriksə, biz onu eləyirik və çıxır klip öncəsi, səhnə öncəsi. Məsələn, indi bir ulduzlarımızdan birini hazırlayırıq, biz konsert olacaq Heydər Əliyev sarayında, onu konsert öncəsi hazırlayırıq. Müəyyən bir prosedurlar var ki, onlar sırf səhnə üçündür, kamera üçündür. İşıq üçündür, bəli. Belə bir söz var ki, istər bu gözəllik sahəsində, istər səhnə sahəsində, istər elə ailə daxili mövzularda bir söz var, deyirlər, gözəllik başa bəladır. Siz bu sözü təsdiqləyirsiniz? Eləyirik, təsdiqləyirik. Əsaslandırın. Daxili gözəllikdən söhbət gedir, yoxsa zahiri? Yox, atlardan bir misal var, deyir, gözəllik başa bəladır. Yəqin eşitmişsiniz də bu sözü. Olur. Gözəllik başa bəla bəzən olur. Hə, necə olur? Olur, yəni elə olur ki, məsələn, bizdə mən özümdən danışmıram da, yəni. Bizdə məsələn gəlir, demirəm mən gözələm, amma bizdə məsələn gəlirlər, boşanan xanımlar. Boşanmaq ki, qarşı tərəf razı olandan sonra boşanmaq istəmirlər xanımlar. Düşünürlər ki, mən gəliblər, mən onları sakitləşdirmişəm, demişəm boşanmaq və s. belə dövrlər olur. Sizi gözəl görürlər, deyirlər ki, mediator gözəldir. Deyirlər, bəs 3 ildir niyə boşanmağa razı? Məndən boşanmaq mediatorla ailə quraq. 3 ildir yoldaşım boşanmaq istəmirdi, niyə bura gələndən sonra boşanmağa razı olur?
Belə hadisələr də Belədir. olur. Amma düşünürəm ki, gözəllik vacib bir Özgüvən. nüansdır, mütləq. Yəni Hər şey başıma bəla demirəm ola gözəl. bilməz. Yəni gözəllik bəla ola bilməz. Əgər vizual olaraq xarici görkəmdə gözəllik varsa, bu gəlir onun daxilinə də, bu onun gəlir düşüncəsinə də. Özgüvənli eləyir insan. Bəli, yəni Təbii və ki. bu o deməkdir ki, içi gözəl olan insan, daxili gözəl olan insan, pozitiv olan insan bir Dərisi çox belə qapıların onun açarıdır. gözəlləşir. Yəni necə bəla ola bilər ki? Hə, Elvin bəy. Gözəllik və özünü gözəl görmək, özünə güvənmək fərqli şeylərdir. Mən düşünürəm ki, ilk növbədə insan özünü gözəl görməlidir və özünə güvənməlidir. Bir insan əgər özünü sevirsə, özünə güvənirsə, əyri burunlamı, düz burunlamı, saçı qısamı, saçı uzunmu, hər kəsin gözündə də o gözəl görsənəcək. Sənin addımın özgüvənindən çox şey asılıdır. Təbii ki, indi məsələn, mən səhnə adamıyam. Bəzi momentlər olur ki, mən Gülnarın yanına gedirəm, onları həll edirəm. Amma mən məsəl üçün hər zaman o güvənsizliyim heç vaxt olmayıb. Hər zaman özümü güvənli hiss etmişəm. Gözəl şeydir. Hə, o şəkil. Onun Onun üçün bir məqam. bəlkə də mən buna Özgüvən çoxdur. Düzdür, Maşallah, yersiz gözəl. özgüvən deyil, maşallah. Yəni amma biz həmişə onun üstündə hətta zarafatla da olsa dalaşırıq. Prosedurlar qurtarır, bitir. Deyirəm bu gözəlliyi kimə borclusan? Deyir Allahım verir. Yəni də. yəni Amma düz deyir də, onun da o kolleksiyası olmasa, Bizim üzünün o gözəl aramızda olsa olan daha da aramızda gözəlləşməz. O Amma qədər bir dənə qırışımı bağlayır, deyir mən elədim. Deyirəm bunu Allah elədi. Mən Allah belə yaradı. Bu bir qırışla deyil. Başa Əslində düşürsün? Gülnar xanım həmişə özü deyir ki, deyir əgər o Hə də, Gülnar xanım, yəni o sizə bir məhsul sual, gözəl olmalıdır sual ki, daha da verin. Çox gözəlləşsin. çirkin bir adam gəlsin sizin yanınıza. Onu məsələn çox gözəlləşdirə bilərsiniz. O alınmır da. Yox, təbii ki, Gərək bir o şey, o baza olmalıdır. Bir baza. Yox, biz onu Az zarafatla çirkin, deyirik. vəssalam. Biraz az çirkin. Hə, biz onu zarafatla deyirik, amma ümumilikdə özgüvəni hə yaxşıdır və bu nə yaxşı ki var da. İnsanın özgüvəni Özüm olmalıdır. kənarda insanlara bunu deyirəm. İndi bizi izləyənlərə, yəni özünü sevməlisən. Necə varsan elə sevməlisən. Çünki Allah hər kəsi fərdi yaradıb. Hər kəs fərqli-fərqliliyində gözəldir. Yəni siz Sadəcə olaraq fərqlilik. Mən məsəl üçün indi Əlbəttə hal-hazırda eynidir. bütün o hamını eyni sima, hamı eyni sima heç sevmirəm bunu. Yəni də plastik əməliyyatlar eləyirlər, bədən eyni, üz eyni. İnsan öz üz cizgilərində bəzi düzəlişləri edə bilər. Mən etdiyim kimi korreksiya. Amma eyni dodaq, eyni göz, eyni qaş. Elə bir ki kukla Barbie belə yığmısan və bir deyəsən. fərqliliyin də yoxdur, özəlliyin yoxdur. Başa düşürsüz nə demək istəyirəm? Onsuz da Allah hər birimizi ayrı-ayrılıqda Özəl yaratır. hə, hansısa bir adi bir şey olanda gedin Gülnar xanımın yanına. Çünki nə? Mən sizə deyim ki, toxunuşlar tək Elvin bu fikirdə deyil. Mən show biznesdən çox insanlarla işləyirəm və həqiqətən onlar daha çox görürlər deyə səhnədə, efirdə beziblər. Yəni əks cins xanımlar eyni görmək istəmir sizi. Yəni mənə çox maraqlıdır. Elvin Babazadənin yaraşığı həyatının hansı bir dönəmində başına bəla olub? Mənim yox. Mənim heç başıma bəla olsun. Gözəllik ancaq başa bəla özəllik deyil. verib mənə. Özəllik verib Mənim ancaq. pərəstişkarlarım daha çox olur. Ay nə gözəl. Daha Var. çox sevənlər var. Mən də onun üçün də yaş gedirəm 33-dür. Onun üçün Gedib çalışıram ən ki, gözəl yox. yaşınızdasınız. Bu arada elə gözəllikdən danışdıq. Bizim orada sobada yeməklərimiz də hazırlanır. Bir soba mahnısını da istəyəcəyik. Onda bu da bizim xanımımıza üçün gəlsin. Bəli. Aynur xanıma təşəkkür bir mahnısı olacaq. Səhnə sizin. Sobanı dinləyək və izləyək, zövq alaq. Mənə düşmədi eşq, məni bu yuxudan oyandırın. Daha gedirəm bu şəhərdən, ürəyi təmirədə yandırıb. Eyvan bu bina, bu küçə, necə unuda bilər axı bizi. Nə səhər, nə yalançı gecə, unutmaz bu zəhərli izi. Mən tənha bu gecədə onu düşünə yattım. Həyatımı viran edib yuxuları qatdım. Mən özümü o dalovun üzərinə attım. Bu hesabı dərdi mənə niyə də verdin? Və səhər xəyalına bürünərək açdım. Üşüyərək soba kimi ürəyinə qaçdım. Dualarım sənə görə və sənə əl açdım. Eşqlə bəzəndim, bax ürəyinə gəldim mən.
ulduzların hamısını. Ne değişer ki ömrün uduzmuşam yarısını. Ölümün sırasını hatırladın ara sıra. Qoy o da başa düşsün yalnızların yarasını. Bilmirəm necə əvəz elədi o əvəzi mənə. Qədər çəkilərdə dağ adamın sinəsinə. Çəkirəm dərdi yenə bu sevgidə tərəzim mən. Gedirəm ölümə tərəf qaçıram tələsirəm. Başqası əvəzimə toxunur nəfəsinə. Düşmüşəm tələsinə. Mən axmaq bu gecədə onu düşünə yatdım. Həyatımı viran edib yuxuları qatdım. Mən özümü o dalovun üzərinə attım. Bu əzabı dərdimə mənə niyə verdin? Və səhəri xəyalına bürünərək açdım. Üşüyərək soba kimi ürəyinə qaçdım. Dualarım sənə görə və sənə əl açdım. Eşqlə bəzəndim, bax ürəyinə gəldim mən. Çox təşəkkürlər. Heç vaxt üşüməyin. Heç vaxt üşüməyin. Həmişə yayın bu istisində bizi üşütdü. Mən çox sevirəm bu mahnını. Çox gözəl. Mən niyə belə mahnılara həssas olmuşam? Məncə mahnı həssasiyyəti deyil. Məncə Elvinin səs sembrindəki mükəmməlliyin bizə aparmasıdır. Elvin ümumiyyətlə kliplərə çox sərmayə qoyursa, yoxsa mənə elə gəlir? Qoyur. Hə, Elvin? Klipə və klipdən öncəki proseslərə. Hə, klipə və klipdən öncəki proseslərə çox böyük sərmayə qoyursan. Çünki indi mən bilirəm ki, bizim kifayət qədər incəsənət nümayəndələrimiz gəlir, sənətçi dostlarımız, xalq artistləri, əməkdar artistlər və yaxud yeni səhnəyə başlayan gənclər. Çox adam düşünür ki, klip artıq tarixə qovuşub, amma bu düzgün bir yanaşma deyil. Mən tam əminliklə sizə deyə bilərəm ki, Allah məni utandırmasın. Bundan sonra da mənə imkan yaratsın ki, belə davam edim. Azərbaycanda hal-hazırda 3 müğənni ən çox sərmayə kliplərinə qoyan 3 müğənni varsa, onun biri mənəm. Maşallah, uğurlarınız Allah daha da yenə deyirəm, bol məni olsun. utandırmasın. Keçənlərdə bizim... Daimi olsun. Amma mən düzdür, o 3 nəfərdən bəlkə də ən sərmayə baxımından az sərmayə götürənəm, amma bütün işimi, bütün sərmayəmi işimə qoyuram. Hal-hazırda bunu edirəm və... Bu sizin işinizə olan peşəkarlıq yanaşmanızdır və yanaşı olaraq da investisiya kimi düşünək bunu. Keçənlərdə bizim səhnəmizin megastarı, xalq artistimiz, dəyərli Faiq Ağayevlə çox mükəmməl bir efir bölüşdük. O belə sizin sözünüzə qüvvət təsdiqlədi ki, həqiqətən də o gənclərin düşüncə tərzidir ki, artıq telefonla çəkmək, həvəskar çəkiliş bu düzgün bir şey deyil. Çünki elə biz də Faiq bəy kimi xalq artistlərinə baxmışıq. Biz də baxmışıq ki, necə Faiq bəy 90'larda heç kimin çəkmədiyi klipləri çəkdi, heç kimin vermədiyi konsertləri verdi. Elə biz də onlardan nümunə götürərək, bugün mən şəxsən öz adımdan deyirəm, mən o cür xalq artistlərimizdən nümunə götürərək bugün bütün, belə deyim, hər bir şeyimi işimə həsr etmişəm. Həm şəxsi həyatımı, həm nə bilim, hər bir şey. Və bilirəm ki, əminəm ki, bu xalq elə onlar kimi məni də hər zaman orada görəcək. Ay, həmişə zirvələrdə olasınız. Çünki bizim xalq həqiqətən də qiymət verən, qədir bilən xalq. Xalqımız var və sözsüz ki, hər zaman da can deyib can eşidə dəyərli izləyəcəyimiz keçid edirəm mən bizim gözəl, möhtəşəm tortumuzun yanına. Orada bizim şamlarımız var. Mən istəyəcəm siz mənə o şamları təqdim eləyəsiniz. Mən burada öz işimi görüm. Siz isə öz sahənizdəki yeniliklərdən danışasınız. Zəhmət olmasa bizim dəyərli Aynur xanım, ümumiyyətlə master klasslar verirsinizmi? Necədir vəziyyət sizin sahədə? Tələbələriniz? Bəli, master klasslarım olur. Mən də öz sahəmdə çox çalışıram. İnkişaf eləməyə çalışıram. Master klasslar verirəm tortlar üzərində. Yeni başlayan xanımların və ya artıq bir neçə ildir bu işdə olan xanımların təkmilləşməsi üçün köməklik göstərirəm. Müraciətlər bəs necədir sizə olan?
bu master-klasslarla bağlı müraciətlər? Hər kəs maraqlanır, yeni dizaynda tortları işləmək üçün maraqlanırlar, gəlirlər, yazılırlar master-klasslarıma. Master-klasslara yazılırlar ki, insanların yaşının neçə olmasından asılı olmayaraq Bəli, yaş fərqi yoxdur, 50, 60, 52, bu yaşlarda da xanımlarımız gəlir, onlar da özlərinə görə nələrsə öyrənirlər. Eynən, həyatda hər şey üçün müəyyən bir zaman gərəklidir. Həqiqətən də yaş hər kəsin... sadəcə məncə rəqəmdir. Əgər həyatda ayaq nəfəs alırıqsa, bu bizim həyatımızın növbəti addımı üçün, növbəti pilləsi üçün yeni bir nəfəsdir, yeni bir şansdır. Mən istəyəcəm bu əli dolu vəziyyətdə qonaqlarımız da gəlsin səhnəyə, mən də gəlim səhnəyə, Aynur xanım siz də gəlin səhnəyə və qonaqlarımızla birlikdə burada gözəl bir tortu bura elə tam mərkəzə qoyaq və Elvin bəy. Doğum gününüz təkrar mübarək, bizim əziz dostumuz. Hər zaman səhnələrdə olasınız, hər zaman seviləsiniz. Sizi çox istəyirik. Məncə onu hiss edirsiniz. Bu gözünüzün içindəki qığılcımı hiss edirsiniz. Məncə siz nə qədər çox sevdiyimizi. Mən sevə-sevə sizin şamınızı yandıracağam. Bu tortunuzun şamlarını yandıracağam. Ümid edirəm yandıra biləcəm. Bunu elə qoymusunuz ki, bu düz mənim üzümə vuracaq. Belə tutarıq. Bu musiqimiz də hazırdır. Ad günün mübarək. Oxuyun, nə biləyiniz mənim üçün. Ürək sözləri olan dostlarınız varsa, Günar xanım, elə ablası olaraq yanındasınız. Təbii ki, arzularımı ona şəxsi bildirirəm həmişə 12-dən sonra. Amma Elvinə arzulayıram. Həyatda onsuz da bir çox şeylərə nail olub və xəyalında nə qalıbsa onların gerçək olmasını və 33 yaşının xəyallarının yaşı olmasını arzulayıram. İnşallah, inşallah. Təşəkkür. Türkan xanım. Hər zaman zirvələrdə olun. Can sağ olun. Çox sağ olun, çox sağ olun. Gününüz mübarək olsun, uğurlarınız bol olsun. Təşəkkür edirəm, gözəl xanım. Çox sağ olun bu gözəl torta Sonda görə. isə Can, biz təşəkkür edirik. Siz özünüz-özünüzə nə arzularsınız? Mən Səfər dostumuzu da buradan təşəkkür edirəm. Bugün onun dəvətinə görə, onun üzündə sənə təşəkkür edirəm, əziz Gülnarım. Qonaqlara, mənim bugün tanıdığım, amma çox artıq istədiyim qonaqlarınıza və illərdir mənim ailəmin içi olan Gülnara çox sağ olun ki, bugünkü gündə mənimlə oldunuz. Özünün arzun nədir özündən, 33 yaşında? Mən arzu edirəm ki, əzmkarlığım bir an belə itməsin. İçimdəki o sənət eşqi, həyat eşqi bir anlıq belə azalmasın ki, mən əlimdən gələni edim sizi hər dəfə yeni işlərimlə. Çünki mənim həyatım artıq buna həsr olunub. Mən bunu dəyişə bilmərəm. Mən yenidən bir həyata da başlaya bilmərəm. Mən artıq həyatımı bu cür qurdum. Mənim həyatım sənətimə, tamaşaçılara, insanlara aiddir. Daha da parıldayın inşallah. Sadəcə Allahdan istəyim odur ki, Allah məni utandırmasın ki, Allah daha da sizi ucaltsın, daha da gözəl zirvələrə ucaltsın. İnşallah uğurlarınız bol olsun. Hər zaman da biz sizin yanınızda olaq və sizin uğurlarınıza yalnız sevinək, yalnız sevə-sevə təqdim eləyək sizi. İnşallah ki, bu elə arzuların fonunda da yavaş-yavaş yekunlaşırıq. Tortunuzu üfürməyinizi rica eləyəcəyik. Arzu tut. Arzumu tut dedim də artıq. Ürəyində tut da. Ürəyində arzu tut. Amin. Çox təşəkkürlər. Elə proqramımız necə ki gözəl başlamışdı. Bugünkü proqramımız həm mən bu arada qeyd edeyim ki, bugün 17 iyun tarixini yaşayırıq. Bütün səhiyyə işçilərinin peşə bayramı münasibətindən bütün dostlarımı, bütün həkim dostlarımızı, dəyərli bacılarımızı, qardaşlarımızı təbrik edirik və hər zaman işlərində müvəffəqiyyətlər arzulayırıq. Sonda isə bugünkü proqramımız bizim dəyərli Elvin bəyin doğum gününə həsr olunmuşdu və qeyd eləmək istəyirəm ki, elə doğum günü havasında da axşama doğru gedəcəyik. Bugünkü proqramımız necə ki Elvin bəyin ifasından gözəl başlamışdı. Elvin bəyin ifasından da yekunlaşır. Sonda isə vizit kartı olan, özünün də dediyi kimi vizit kartı olan nəyi var dinləyəcəyik, nəyi var izləyəcəyik. Məncə bunlar çəkək kənara, səhnə sizin. Bu gidiş
Mən onsuz əvvəldən də bilirdim, hisslərim yanılmaz. Bu sevgi qaranlıqdan da qara, daha ağ rəngi olmaz. Bu qədər olanlardan sonra düşünürəm bizdə alınmaz. Amma axtarmağına məni qarşı deyiləm, narahat ol məndən yaxşı deyiləm. Değişsən də özün baxışın eynən qalsın, mənim ümidimi üzmə. Qeyb olan qəlbdən itən bədənlər, bir şəhər dolusu sevib gedənlər. Getmək üçün yalan neçə nədənləri var, sən nədir səbəbinin nəyi var?